Əli Kərimli ilə bağlı gözlənilməz etiraf. Partiya sədrləri elə şeylər yazdılar ki, müharibə Qara dənizə sıçradı. Türkiyə hərəkətə keçdi. Əli Kərimli apellyasiyaya hazırlaşır. Mehdiyev oğlunu Patruşovla tez-tez görüşdürürmüş. Şok foto. Xəbər verdiyimiz kimi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 278.1 hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb. Bu kontekstdə partiya sədrlərinin Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri haqda fikirləri diqqət çəkib. Sözügedən fikirləri təqdim edirik. Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov qeyd edib ki, Əli Kərimlinin həbsinin Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur. Bu artıq dedikodu deyil. Xatırlatmaq lazımdır ki, illər əvvəl Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer almışdı. Haqq və Ədalət Partiyası sədrinin fikrincə uzun illər yüksək vəzifələrdə təmsil olunan Ramiz Mehdiyev öz səlahiyyətlərindən istifadə edərək təkcə yüksək vəzifəli şəxsləri deyil, siyasi partiya rəhbərlərini və deputatları da təsiri altına sala bilib. Onları gizli şəkildə cinayət xarakterli fəaliyyətlərə cəlb edib. İndiyə qədər aparılan istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün kifayət qədər dəlil mövcuddur. Bu dəlillər məhkəmədə təsdiqini taparsa, xəyanət yükünü yalnız Əli Kərimli deyil, onun rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası da daşımış olacaq. Əli İnsanov əlavə edib ki, istintaq zamanı ələ keçirilən sənədlər və dəlillər Ramiz Mehdiyevlə Əli Kərimlinin törədilən cinayətlərdə əlbir olmalarına şübhə yeri qoymur. Ölkəmizi əsrlərlə işğal edib, sərvətlərini talamış, zaman-zaman soyqırımlar törətmiş bir dövlətin vəssalına çevrilmə planı bu cütlüyün vətəndaş hüquqlarından məhrum edilməsinə tam əsas verir. Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev qeyd edib ki, siyasi partiya sədrinin həbsi hər bir halda böyük təəssüf hissi yaradır. Həm parlamentdə, həm mediada, həm də ictimai siyasi həyatda tənqid və alternativ fikir var. Ümid edirəm, zamanla bu daha da genişlənəcək. Ən diletant birisi belə iqtidarın Əli Kərimlidən çəkinməsini ağlına belə gətirməz. Buna inanmaz. İqtidar bilir ki, onun həbsinə görə Qərbin müəyyən dairələrinin təzyiqi ilə üzləşəcək. Amma görünür, gələcəkdə kimlərinsə ondan yenə də pozuculuq məqsədi ilə istifadə etməsinin qarşısını almaq üçün siyasi məqsədə uyğunluğu bir kənara qoyub, onun barəsində həbs qərarı seçib. Mətbuatın yazdıqlarına inansaq, bu cinayət hadisəsi barədə məlumatı bizə Rusiya ötürüb. O zaman bir çoxlarında sual yaranır. Rusiya bunu niyə etsin? Axı Kərimli ən azı Moskvadan göndərilmiş Rüstəm İbrahimbəyovla birlikdə Milli Şuranı yaratmışdı. Burada bir çox faktorlar rol oynaya bilər. Rusiya onu da nəzərə ala bilər ki, Kərimlini həbs etməklə Azərbaycanın Rusiya ilə müharibə vəziyyətində olan qərb ölkələri ilə münasibətləri yumşaltması çətinləşər. Başqa motivlər də ola bilər. Ümid Partiyasının sədri İqbal Ağazadənin sözlərinə görə ilk dəfədir ki, iqtidar və müxalifət düşərgəsinin ayrı-ayrı nümayəndələri həm də birlikdə xarici kəşfiyyatla əlbir olaraq hakimiyyəti zorla dəyişdirməyə cəhd, vətənə xəyanət kimi ağır maddələrlə ittiham olunurlar. İttiham o qədər ağırdır ki, hüquq mühafizə orqanlarının kimisə şərlədiyi barədə fikir yürütmək sadəcə məsuliyyətsizlik olar. Azərbaycan məhkəmələri kifayət qədər ədalətsiz qərar qəbul edib. O proses bugün də davam edir. Lakin bu nə qaçaqmalçılıqdır, nə də təhqir və böhtan. Söhbət Azərbaycana xəyanətdən gedir. Bu prosesdə adı keçən hər kəsin istər Ramiz Mehdiyev olsun, istərsə də Əli Kərimli və ya adını bilmədiyimiz kimlər, əməli olduqca dəqiq, qərəzsiz və şəffaf araşdırılmalı. Hüquqi qiymət obyektiv verilməlidir ki, nə bu ölkəni satmaq istəyən sevinsin, nə də sevən məyus olmasın. Müstəqillik dönəminin ən ağır imtahanından keçirik. Mən hər kəsə azadlıq arzulayıram. Bütün dustaqları azadlıqda görmək istəyirəm. Amma ən böyük azadlıq məmləkətimin, ölkəmin azadlığıdır. Azərbaycanın haqqına girən kim varsa cəzasını almalıdır. İqtidar nəhayət ki arxivləri açmalı, xarici ölkələrə işləyən və işləmiş şəxslərin dosyesini ictimaiyyətə təqdim etməlidir. Bu kimi məsələlərə son qoymağın tək yolu budur.
Böyük Quruluş Partiyasının sədri deputat Fazil Mustafa siyasi fəaliyyətlə məşğul olanların həbs olunmasını qətiyyən istəmədiyini bildirib. Lakin düşünürəm ki, hakimiyyət orqanlarının əlində yetərli səviyyədə əsaslar olmasaydı, həm uzun müddət dövlət orqanlarında ən yüksək postlardan birinə sahib olmuş Ramiz Mehdiyevin dövlət əleyhinə fəaliyyəti, həm də onunla radikal müxalifətçiliyin ideoloji kimi özünü təqdim edən Əli Kərimlinin əməkdaşlığı ilə bağlı məqamlar üzrə bu cür sərt addımlar atılmazdı. Hər halda istintaq orqanları bu cinayət işini hərtərəfli araşdırdıqdan sonra daha aydın mənzərə üzə çıxacaq. Türkiyə sahilləri yaxınlığında tankerlərə edilən hücumlarla əlaqədar Qara Dənizdə mülki gəmilərin hərbi gəmilər tərəfindən müşayiəti ilə təhlükəsizlik dəhlizi yaradıla bilər. Bunu təhlükəsizlik məsələləri üzrə Türk ekspert Güngör Yavuz Aslan deyib. 2022-ci ildə İstanbulda imzalanan və bir il qüvvədə qalan Qara Dəniz taxıl təşəbbüsü çərçivəsində yaradılan taxıl dəhlizinə bənzər bir dəhliz təşkil oluna bilər. Mülki gəmilərin təhlükəsiz üzməsini təmin etmək vəzifəsini Türkiyə Hərbi Dəniz Qüvvələri üzərinə götürə bilər. Ekspert CNN Türk telekanalının efirində bildirib. Oxşar fikri hərbi ekspert Can Erenoğlu da səsləndirib. Dünyada açıq dənizdə mülki gəmilərin hərbi müşayiəti nümunələri var. Türkiyə sahilləri yaxınlığında son hücumlarla əlaqədar Qara Dənizdə bu cür tədbirlər həyata keçirilə bilər. Erenoğlu son hücumun dronlardan istifadə edilməklə həyata keçirilmiş ola biləcəyini istisna etməyib. Hadisənin həyata keçirilmə üsulu barədə hələlik məlumat verilməyib. Xatırladaq ki, Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan Midvolqa 2 tankeri Türkiyə sahillərindən 80 mil məsafədə hücuma məruz qalıb. Gəminin 13 heyət üzvünün səhhətində heç bir problem yoxdur. Yardım istənilməyib. Bu, son 5 gün ərzində Qara Dənizdə Türkiyənin xüsusi iqtisadi zonasındakı tankerlərə edilən 3-cü hücumdur. Daha əvvəl bildirilmişdi ki, Qambiya bayrağı altında Rusiyaya yüksüz üzən Kairos və Virat tankerləri noyabrın 28-də sahildən 28-38 mil məsafədə olarkən SOS siqnalları göndəriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 1-i bəyan edib ki, ölkənin xüsusi iqtisadi zonasında tankerlərə edilən hücumlar Rusiya-Ukrayna müharibəsinin təhlükəli şəkildə kəskinləşdiyini göstərir və bunları əsaslandırmaq mümkün deyil. Prezident Administrasiyasının sabiq rəhbəri akademik Ramiz Mehdiyevin cinayət işi üzrə məsuliyyətə cəlb edilərək barəsində həbs qəti imkan tədbiri seçilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin vəkilləri apellyasiya şikayət verəcək. Axar TV Yeni Sabaha istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini Seymur Həzi müvafiq açıqlamasında deyib. O bildirib ki, apellyasiya şikayətində Səbail rayon məhkəməsinin qərarının dəyişdirilməsini və həbs qəti imkan tədbirinin ləğv olunmasını istəyəcəklər. Bu məsələdə lazımi bütün hüquqi prosedurlar həyata keçiriləcək. Əli bəylə bağlı məhkəmənin qərarı dünən verilib və biz apellyasiya şikayətini bugün hazırlayıb təqdim edəcəyik. Apellyasiya müraciəti məhkəmə qərarının dəyişdirilməsini və həbs qəti imkan tədbirinin ləğv olunması ilə bağlı olacaq. Xatırladaq ki, Dövlət Təhlükəsizlik Xidməti noyabrın 29-da Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimli və partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail rayon məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qəti imkan tədbiri seçib. Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunub. Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə birgə Moskva səfərlərindən fotolar yayılıb. Axar TV Qlobal Infoza istinadla xəbər verir ki, hazırda vətənə xəyanət ittihamı ilə ev həbsinə məhkum edilən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin vəzifədə olduğu vaxtlarda Rusiyaya səfərlərində, həmçinin orada keçirdiyi açıq və gizli görüşlərində oğlu Teymur Mehdiyev də iştirak edib. Ramiz Mehdiyev Rusiyada MDB Təhlükəsizlik Şurasının iclaslarında dəfələrlə iştirak edib. O, bu görüşlərə oğlu Teymur Mehdiyevi də aparırmış. Hətta Teymur Mehdiyevi diplomatik masada yüksək səviyyəli nümayəndələrlə, o cümlədən Nikolay Patrushevlə eyni sırada əyləşdirirmiş.